Acaq isə burada nədir? Fe'li sifətin şəkilçisidir. Hansı məqalə yazılacaq məqalə. Sonra gəldi zaman şəkilçisi kimi isə nə edəcək sualına cavab verir və zaman şəkilçisi əlbəttə ki, nə edəcəkdə də acaqın özü var. Yəni şəkilçinin özü var. O dərsə gələcək, nə edəcək? Gələcək. Burada gəl sözün kökü acaq burada nədir? Zaman şəkilçisidir. Leksik şəkilçisi olan zaman isə isim düzəldir. Dayanacaqda gözləyərdir. Dayan sözün kökü acaq burada nədir? Leksik şəkilçisidir və ismi sonuna cavab verir. Bəsitdir burada tapmaq. Yanacaq aldım, nə etdim aldım, nə aldım? Yanacaq, yanacaq. Acaq burada nədir? Feildən isim düzəldən leksik şəkilçisidir. Asıl şəkilçisi bizim qarşımıza iki formada çıxa bilir. Bunlar hansılardır? Həm fe'li sifət, həm də lazım şəkli, fe'lin lazım şəkli kimi qarşımıza çıxa bilir. Fe'li sifət şəkli kimi olanda hansı sualına cavab verəcəkdir. Amma lazım şəkli olanda nə edəsi sualına cavab verəcəkdir. Yazılası məktub, hansı məktub? Yazılası məktub burada nədir? Hansı məktub? Yaz sözün kökü, yazılmaq, ıl burada leksik şəkli, ası isə fe'li sifətin şəkli və hansı sualına cavab verir. Oxunası kitab, hansı kitab? Sonra fe'lin lazım şəkli olanda isə nə edəsi və şəkilçi özü sualda özəkini tapacaqdır. Elman sabah dərsə gələsidir. Gəl sözün kökü, asəsi, nə edəsidir? Gələsidir. Ası nədir burada? Deməli, fe'lin lazım şəklinin şəkilçisidir. Malı şəkildə eyni onun kimi malı şəkli həm fe'li sifətin şəkilçisi olur, həm də nə olur? Vacib şəklinin şəkilçisi olur. Fe'li sifətin şəkilçisi olan zaman hansı sualına cavab verir? Yenə, yəni fe'li sifət olduğu bir növbəli bizim qaydamız odur ki, hansı sualına cavab verir və biz onu o formada təhlil edirik. Hansı sualını axtarır, hansı sualını tapdıqsa, deməli bu nədir? Fe'li sifətdir. Ancaq misal üçün lazım şəkil olanda, vacib şəkil olanda nə olur? Nə edəsi, nə etməli suallarına cavab verir. Bu bəsit bir qaydadır. Bu qaydanı bir dənə yadınızda saxlasaz, yəqin ki, bununla da məsələni həll etmiş olacaqsınız. Elcan dərsə gəlməlidir. Gəl sözün kökü malı, məli. Nədir burada? Fe'lin vacib. Nə etməlidir? Gəlməlidir. Burada şəkilçimiz nədir? Vacib şəklin şəkilçisidir. Bu qədər. Ümid edirəm ki, izahlarım işinizə yarayar və bir xeyir dəyər bu izahların sizə. Bu qədər. Hələlik növbəti videolarda görüşərik.